Ötən çıxışda dedim onu. Hamı altdan yazıb ki, sən nə danışırsan? Olise var, Kane var. Bilim, o birisi kimdir? Luis Diaz var. Ən yaxşı hücum olardı. Qardaşım, ad olaraq bu dəqiqə Mbappe, Vini və Rodrigo. Yaxşı, Rodrigo-nu viktir elədi. Yəni, yaxşı oyunçulardır da bunlar indi də. Bunu elə sanırsınız da. Yəni Vini ən güclü winger hesab edirlər. Ad olaraq ən yaxşıdırlar da Fafaktur. Qardaşım, tək başına yaxşı deyirlər də. Bunlara normalde yan müdafiəçi lazımdır ki, xiyarları idarə edə bilsin. Deyirlər, Mbappe 24-25 mövsümdə gəlməsəydi, Real Çempionlar Liqasında qazanacaqdı, La Liqanı. Kimdən qazanacaq? Vinicius'dan. Deyim niyə yox? Çünki Vinicius o deyirlər ha, 2 dəfə Çempionlar Liqası finalında gol vurub və sarı vurub. Bu nailiyyətləri onun əlində heç kim ala bilməz. Fakt. O mənim klubum üçün tarix yazanlardan biri olub. Amma bir mövsümündə yanında Benzema olub, hansı ki onu daimi dəstəkləyib, ona az qala barmaqlarıyla göstərib ki, bura qaçmalısan. O şəkil var, Vinonariska var, xahiş edəcəm montaj oradan. Ya qoyacaq o videonu. Toni Kroos hansı ki belə göstərir. Bildi necə temadır? İndi yoxdur onun yanında heç kim. Braziliya yığmasında niyə bu batırır hər mövsüm, hər il, bütün yarışlarda? Kimsə göstərmişdi 2 il ərzində 2 dənə gol vurub Braziliya millisinə. Çünki orada normalni, belə bir adam yoxdur ki, yan müdafiəçi də hücumçu olsun. Çünki Benzema unikal hücumçudur da.